Buyurun İlham Hanım, buyurun. Buyurun. Bizim değerli alimimiz ve təhsil sahəsinin gözəl bilicisi. Qurultayın işini uğur arzu edirəm, yeni heyətə müvəffəqiyyət arzu edirəm, müəyyən təkliflərim var. Burada çıxış edən dəyərli ağsaqqallar Südeyev müəllim, Fuad müəllim, Cevhur müəllim çox dəyərli fikirlər söylədilər təhsillə bağlı. Təklif edirəm ki, Qurultayın idarə heyəti bu çıxışların videosuna baxsın, o təklifləri ümumiləşdirsin. Mütləq. Bir nüsxəsini nazirliyə yollasınlar. Bir nüsxəsini də nazirliyə ümid olmuyor, özləri fəaliyyət planı qursunlar. Və onların həyata keçməsi üçün müəllimləri, valideynləri, məktəbləri səfərbər eləsinlər. İkinci, hal-hazırda ümumi təhsil məktəblərinin publik hüquqi şəxsi olması söhbətlər gedir. Mən çox istəyirəm ki, bu qərar ictimaiyyətin nəzəri diqqətində olsun, müzakirə olunsun və bunun təhsilə xeyri və ya ziyanı olub-olmamağını əvvəldən müəyyən edək. Məsələn, universitetlərdə bunu tətbiq elədilər, heç bir ictimai müzakirə olmadı, rəy sorğusu olmadı və artıq 3-4 il universitetdə publik hüquqi şəxsdir, bunun heç bir xeyri olmadı ziyanından başqa. Mən əminəm ki, məktəbə də bunun xeyri olmayacaqdır. Xüsusən məktəb direktorlarının səs yazılı audio yazıları paylaşır edir. Ancaq deməli söhbət ondan gedir ki, pul yığaq. İndi məktəb publik hüquqi şəxs olanda bu tip dağıdıcı proseslər daha da çoxalacaq məktəbdə. Çünki məktəb kommersiya mərkəzi deyil, məktəb təlim-tərbiyə mərkəzidir və uşaqların da tərbiyəsinə bu çox pis təhsil edir. Ona görə arzu edirəm ki, sizin bu Valideyn Müəllim Assosiasiyası məktəblərin publik hüquqi şəxs olmaq layihəsi barədə müzakirələr keçirsinlər. Əvvəldən baxaq görək, bunun xeyri olacaq, ziyanı olacaq. Çünki qərar qəbul olunandan sonra bunu dəyişdirmək də mümkün olmayacaqdır. Və sonra da müəyyən məhdudiyyətlər tətbiq edəcəklər. Və əlavə tələblər qoyacaqlar ola bilsin təhsil sistemindən ki, artıq bu belədir, ona görə belə olmalıdır. Və Fərux müəllim çıxış edəndə bir söz işlətdi. Dedi ki, şagirdə dərslər çıxırlar, valideyndən nəzarətsiz qaldı. Elə bildim, davamı nəticət ki, məktəblinin dostu var, dedə valideynlərin dostu layihəsi olsun. Əslində o ilk dəfə bizim layihəmiz olur. Məktəblinin dostu? İlk məktəbin dostu biz olmuş. Yox, bizim təhsil məmurları çox yaxşı ideyalarda çox pis icra eləməklə nəzərdən gözdən salırlar. Yəni, hər bir təşəbbüs yaxşı ola bilər, deyək ki, hansı bir ölkədə. Amma bizim məmurların icrasında bəzən o biraz mənfi çalarlarla üzə çıxır. Bayaqları İsmaildə olan məktəb direktoru maraqlı söz dedi. Dedi, təhsil necədirsə cəmiyyət də elədir. Təhsilin necə olmağını da təhsil naziri deyil, təhsilimiz təhsilinə qurulur. Sizin hamınıza uğur arzu edirəm, təhsilimizi çox bulmaq uğrunda paylaşımızda uğur arzu edirəm. Çox sağ olun.